Sirkə zəif elektrolit olduğuna görə, iyonlara az parçalandığına görə elektrik cərəyanını zəif keçirdi. Xlorid turşusu qüvvətli elektrolitdir. Qüvvətli turşudur deyə elektrik cərəyanını çox gözəl keçirir. Deməli, elektrik cərəyanı keçirməsini yoxlamaq üçündür. Gördüyünüz kimi elektrodlarla təchiz olunub. Mənim var idi, əvvəl gətirmişdim sizə iri lampa ilə göstərmişdim. Ancaq onu gərək cərəyan mənbəyinə birləşdirərdik. Bu isə cərəyan mənbəyi olmadan batareyanın köməyi ilə maddənin elektriki keçirib-keçirməməsini yoxlayacaq. Bu isə adi bildiyiniz alışqan lampasıdır. Yəni heç bir təhlükəsi yoxdur. Ona görə məktəbdə də güvənlə, rahatlıqla istifadə oluna bilər. Elektrodların adı katod və anoddur. Bunun biri katod, digəri anod rolunu oynayır. Elektrodları məhlula salanda mənfi yüklü iyonlar müsbət yüklü elektroda doğru, müsbət yüklülər də mənfi yüklü elektroda doğru hərəkət edir və nəticədə iyonların nizamlı hərəkəti baş verir və elektrik keçirmədə bu səbəbdən baş verir. Demək, bir də deyirəm, yadınızda saxlayın. Müsbət yüklü iyon katyondur, mənfi yüklü iyon aniondur. Katyonlar mənfi yüklü qütbə, katoda doğru hərəkət edir. Anionlar isə özləri mənfidir, müsbət yüklü qütbə hərəkət edəcək. Ona görə anionlara uyğun ad isə anod. Sizcə distill olunmuş su elektrik cərəyanını keçirirmi? Xeyr, keçirməz. Keçirər deyənlər də oldu, keçirməz deyənlər də oldu. Yoxlayaq. Lampa yanmadı. Natiq əgər elektriki keçirsəydi, lampa yanardı. Sənin fikrin adi məişət suyuna gedir. Məişət suyu elektriki keçirir. Çünki həmin suyun tərkibində suda həll olmuş duzlar var. Burada isə duz yoxdur, distill olunub. Tam-tamına tərkibi H2O-dan ibarət saf maddədir. Ona görə yadınızda saxlayın. Distill edilmiş su elektrik cərəyanını keçirir. Bəli. Salıram quru xörək duzuna. Quru xörək duzuna da saldıq. Elektrik cərəyanını keçirmədi. Deməli, xörək duzu da elektrik cərəyanını keçirmir quru halda. Və bu isə xlorid turşusudur. Baxın, xlorid turşusuna saldıqda lampa gür yandı. Deməli, maddənin elektrik cərəyanını keçirməsinin səbəbi maddələrin iyonlara parçalanmasıdır. Əgər biri iyonlara parçalana bilirsə, o elektriki keçirir. Xlorid turşusu qüvvətli elektrolitdir. Elektriki yaxşı keçirən maddelərə elektrolitlər deyilir. Elektrik iyonlara ayrıla bilməyən maddələr elektriki keçirmir, elektriki keçirməyən maddelərə qeyri-elektrolitlər deyilir. İki elektrik cərəyanı keçirməyən maddəni bir-birinə qarışdırıram. Qarışdıranda görəcəksiniz ki, elektrik cərəyanı çox gözəl keçirdi. Amma duzlu su çox gözəl yandı. Xörək duzu suda həll olduqda iyonlarına ayrılır. Bayaqdan iyon halında deyil, quru halda iyonlara ayrılmayıb. Elə natrium xlor kristal şəklindədir, iyon rabitəli birləşmədir. Amma bunu suda həll etdikdə oldu natrium müsbət, xlor mənfi iyonlarına parçalandı və bu səbəbdən elektrik cərəyanını keçirdi. Sirkə turşusu zəif elektrolitdir deyə çox zəif yandı. Xlorid turşusu qüvvətli turşudur deyə parlaq alovuna yandı. Deməli, buradan o qənaətə gəlirik ki, məhlulda nə qədər çox iyon varsa, o elektrik cərəyanını daha yaxşı keçirəcək. Məhlulda iyon sayı azdırsa, elektriki zəif keçirəcək. İyon heç yoxdursa, keçirməyəcək. Yəni, lampa heç yanmayacaq.